Azadla oyun olduğu üçün ilişirlər bu oyuna, başlayırlar oynamağa. Bir dəfə udurlar, iki dəfə udurlar. Elə bax olur ki, kim istəyir bunları qruqa salmaq, bilə-bilə uduzur ki, şirnikləndirmək üçün. Cibində pulu olmur. Deyir, gəl oynayaq, sabah verərəm. Udaram ya, udaram da, sabah gəl oynayaq da. Neysə, bir də ayılıb görür ki, uduzub da. Evini, eşiyini uduzub, ailəsini uduzub. Elə vaxt olur ki, nə deyim sizə? Heç nə eləyə bilmir. Nə edir? Ya şəhərdən qaçır, çıxır gedir, ya da ki, özünü asır, öldürür. Pis vərdişlər İslam dinində günah adlanır. Quran-ı Kərimdə Bəqərə surəsində ayə var. Orada həm içki, həm qumar eyni zamanda haram buyurulur. Həqiqətən içki, qumar, fal oxları şeytanın əməllərindəndir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Yəni, bu qadağa ayəsidir. Qumara qurşanmağın əsasında əlbəttə ki, nəfs dayanır. Nəfs insanı bir çox başqa pis vərdişlərə də sövq edir. Məsələn, oğurluq və bu kimi digər cinayət əməllərinə səbəb olur. Odur ki, hər bir insan daim nəfslə mübarizəyə can atmalıdır. İslamda insanın nicat tapmasının, saadətə qovuşmasının yeganə yolu insanın öz nəfsi ilə mücadilədə, mübarizədə ona qələbə çalmasıdır. Yəni, İslam Peyğəmbəri də nəfslə mübarizələrin ən böyüyü hesab edir. Quran-ı Kərimdə Şəms surəsində Allah bir neçə şeyə and içdikdən sonra buyurur ki, özünü təmizləyən insanlar nicat tapacaq.